Mən sizə istəyirəm həqiqi imamlarımızın bəyəndiyi şiyələrdən birindən sizə danışam. Nə üçün İmam Cavadla bağlı əleyhissalam bunu danışıram? Çünki onun həyatını oxuyanda oxudum ki, o İmam Cavad əleyhissalamdan da hədis nəql edib onun sahabələrindən olub. Qardaşlar, bizim Azərbaycan xalqımız, vətənimiz Əhl-i Beyti sevənlərdən olublar. Azərbaycan xalqının arasında elə şiələrimiz olub ki, elə Əhl-i Beyti sevənlər olub ki, Əhl-i Beyt imamlarımız onları tərifləyiblər. Hətta onların arasında Azərbaycanda İmam Zaman əleyhissalamın nümayəndəsi və vəkili olub. Mən o vəkilin həyatından bir neçə hissəni diqqətinizə çatdırıram. Baxın, görün, fəxr eləyin, iftixar eləyin. Bizim Azərbaycanda belə qeyrətli kişilər olublar, belə qeyrətli Əhl-i Beyti sevənlər olublar. Azərbaycan Əhl-i Beyt diyarıdır və bu Əhl-i Beytin əmanətini bugün bizim çiynimizə qoyublar. Görək bugün bizim sahibimiz, zamanımızın imamı İmam Zaman əleyhissalam bizə baxanda necə baxır? İmam Zaman əleyhissalamın Azərbaycanda olan nümayəndələrindən birinin adı da Qasim ibn Əladır. Adı Qasımdır. Tarixdə adını belə qeyd ediblər. Qasim ibn Əla Həmdani ya Həmədani Azərbaycani. Yəni Azərbaycanlıdır. Necə ki bizim fəxrimiz Lənkəranilər, Batqubeylər, Naxçıvanilər, Beyləqanilər, Səlyanilər, Boradıcahilər ümumi də olub Azərbaycani. İmam Zaman əleyhissalam Azərbaycanda səfiri olub və vəkili olub. İmam Zaman ağanın xüsusi sirlərin yazışıb bölüşüb. Ağran yaxud da Ram bölgəsində yaşayıb. Araşdırmalara əsasən ya Zəncan ya da ki qardaşlardan biri araşdırmışdı, Beyləqan Azərbaycanın Aran zonası ki var, Beyləqan, Ağcabədi o zonalarda yaşayıb. Çox pak adam olub. Böyük Azərbaycan alimlərindən, Xoy şəhərindən Əbülqasım Xoyi Seyyid Ayətullahül Üzman Müctəhid Mu'cəm-ü Ricalül Hədis kitabında onu gətirib haqqında danışıb və Şeyx Tusi, mən bəzi mənbələrim burada ondan danışıram. İmamın vəkili olub. Bir adamı vəkil seçsə İmam Zaman əleyhissalam, təsəvvür edin, birbaşa Azərbaycanda İmam Zaman əleyhissalam vəkili olub. Nəql edirlər, o İmam Zaman ağadan qabaq İmam Həsən Əskəri atasının vəkili olub. 5 imamın vəkili və hüzuruna gedib uzun ömür yaşayıb. 117 yaş eləyib. İmamlardan hədis nəql edib. Axırıncı vəkil, səfir, İmam Zaman ağanın səfiri Aran bölgəsində olub. İmamın ona məktubları gəlirdi. İmam üçün pul göndərirdi. Şiyələrə yardım eləyirdi. Əhl-i Beyti sevənlərin əlindən tuturdu. Hətta İmam Zaman ağa ona gizli məktublar göndərirdi. O məktublarda kimin yolunu azdığını, gizli hansı işlər görməyini ona tapşırırdı. Baxın, nə qədər imam ona etibar edib, bunu sir bölüşüb. Qasim ibn Əla deyir, 117 yaşında ağsaqqaldır, dünyasını dəyişib. İmam Zaman ağaya hələ ölümündən qabaq məktub yazır. Verir nümayəndələr, aparırlar İmam Zaman ağaya. İmam Zaman ağanın 4 dənə xüsusi nümayəndəsi, Nəvvab-ı Xassədirlər, onlarla əlaqə saxlayıb. Qasim deyir, ağaya yazdım ki, ağa, qocalmışam. Allah mənə övlad payı vermir. Uşaqlarım dünyaya gəlir, dünyasını dəyişir. Dua elə, Allah mənə övlad versin. Deyir, İmam Zaman ağaya 3 dəfə məktub yazdım. İmam Zaman ağaya suallarımın cavabını verdi. Uşaq istəməyimə cavab vermədi. Ədəbə badir, hesab demədim. 4-cü məktubda yazdım İmam Zaman ağa. Suallarımı verdim. Məsələlər ki vardı imamla mənim aramda nə işlər görməliyəm, çatdırdım. Axı dedim, ağa, dua elə, Allah mənə övlad versin. 4-cü məktubda gördüm, imam mənə yazıb. Nə yazıb imam mənə? İmam mənə yazıb ki, narahat olma. Allahümme rzuqhu vələdən zəkərə. Allahım, ona övlad ver. Özü də oğlan uşağı. Onun nütfəsini qərar ver bətnində. O övladı onun üçün gözünün nuru qərar ver və Allah sənə deyir ki, var, oğlan uşağı verəcək. İmam dedi, qeybdən xəbər verdi. Bir müddətdən sonra həyat yoldaşım yaxınlaşdı ki, uşaq var. Uşaq dünyaya gəldi. İmam Zaman ağanın duası ilə Allah təala Qasım ibn Əla Azərbaycaniyə övlad verir. Övladın adını qoyur Həsən. Deyir, mən imamın məktubunu oxuyan kimi bildim ki, Allah mənə övlad verəcək. Özdə imam yazıb ki, zəkərən, oğlan uşağı verəcək Allah mənə. Bildim ki, üzr istəyirəm. Mən bildim ki, imam deyir ki, o nütfəni dua elədi. Bildim ki, o nədir? Üzr istəyirəm, ana bətnindədir. İmam nə qədər dəqiq xəbər verdi. Qasım ibn Əla
80 yaşında gözləri kör olur. Gözləri görmür. Ömrünün sonlarında ölümündən 40 gün qabaq nəql edir dostu Səffani. Deyir ki, oturmuşdu bir yerdə süfrədə idi. Gördüm Qasım narahatdır. Dedim Qasım niyə narahatsan? Dedi 2 aydır İmam Zaman mənə məktub yazmır. Deyir elə süfrədə əyləşmişdi. Gəldilər qapını döyürlər ki, qonaq var. Hardan dedi? İraqdan. İraqdan deyən ki, bu Qasım sevindi. İmam Zamandan məktub gəlib. Qasid gəldi. Dedi Qasidi qarşıladı. Özü durdu ayağa o kör kişi. Onun üstündən olan o paltarların əynindən çatmağa kömək elədi. Su məşkin çıxartdı. Su gətizdirdi. Ləyənlə suyu o kör kişi tökdü. O kişinin əlinə su tökdü. Bu imam bunu göndərir mənim yanıma. O adam deyir əllərini yudu. Bizlə oturdu qasid. Süfrədə yeməyin yedi. Yeməyin yeniyəndən sonra deyir ki, əl atdı öz xurcunundan bir məktub çıxartdı. Qasıma deyir, bayaq biz deyəndə İmam Zaman ağadan nümayəndə gəlib, eşitdi, səfir gəlib, deyir, getdi səcdəyə, Allaha şükr elədi. 117 yaşında ağsaqqal kişi Azərbaycandan. Məktubu deyir, aldı, məktubu birincisi öpdü, qucaqladı. İmam Zamandan məktub gəlib. Məktubu deyir, açıb oxumaq vaxtı çatdı. Bir yerdə var, onun yaxınlarından biri, bir yerdə var, onun oxuyanı var idi. Verdi məktubu, al, oxu. O adam məktubu həvəslə aldı və məktubu oxuya bir anda məktubun bir yerinə çatdı, dayandı. Sakit qaldı, kövrəldi, başladı ağlamağa. Məktubu oxuyan kövrəldi, sakit qaldı. Ağlamaq səsini eşitdi Qasım və Qasım ona dedi, nə olub? Xeyirdir. Cavabında dedi ki, xeyirdir. Mənim haqqımda orada nəsə yazılıb. Qasım narahat idi. Bəlkə İmam Zaman ağa məndən inciyib. Mənim haqqımda orada bir şey yazılıb. Qasım dedi ki, xeyr. Oxuyan dedi ki, Qasım narahat olma. Elə şey yazmayıb ki, səni narahat eləsin. Bilirdi bu kişi imanı. Bəs nə yazıb? Niyə ağladın oxuyana məktubu? Deyir ki, imam burada yazıb ki, məktub sənin əlinə çatandan 40 gün sonra dünyavı dəyişəcəksən. Qasım deyir, sual verdi. Suala bax. Həqiqi şiə, əhl-i beyti sevən belə olur. Hansı sual versə yaxşıdır? Ramazan ayı yatızadır. Peyğəmbər Həzrət İslam'a deyir ki, bu ayda səni şəhid eləyəcəklər. İmam nə deyir? Dinim salamatdır. Qasım düz o cümləni dedi. Mən o yaşında 117 yaşım var. İmanım haqqında nəsə narahatçılığı yoxdur ki, imanım yerindədir, yox. İmanla bağlı imam burada heç zad yazmayıb. İmanın yerindədir. Deyir, Qasım deyir, heç narahat olmadı. Şad oldu və dedi, mən ömrümün bu yaşını yaşamışam. Yaşamışam. Uzun ömür eləmişəm. Bundan başqa arzum yoxdur. Sonra məktubun davamında imam demişdi. Məktub əlinə çatandan 40 gün sonra dünyavı dəyişəcəksən. 9-cu gün gözlərin açılacaq. 40 ilə yaxın bir kişi kördür. İmam Zaman xəbər verir qeybdən. 40 gündən sonra dünyavı dəyişəcəksən. 9-cu gün məktub əlinə çatandan gözlərin açılacaq. Allah sənə neçə qat, 7 qat əvəz verəcək, mükafat verəcək. Sonra o səfirdir ki, ardı var. Məktubu oxudu, qutardı. Öz xurcunundan parçalar çıxartdı. Əmmaməyə qədər İmam Zaman ağa sənsi kəfən göndərib. Kişiyə baxır. Daha mən demirəm kəfən haqqında orada. Bu ağsaqqal kişi kövrəldi, öpdü, qucaqladı. İmam Hadi əleyhissalamdan ya İmam Rıza əleyhissalamdan olan bir paltarın ona hədiyyə vermişlər imamlardan. O İmam Hadinin də İmam Rızanın da paltarını gətirdi və dedi ki, bax bunları saxlayın bu kəfənlə bir yerdə. Bu zaman başını qaldırdı, belə bir söz dedi. İstəyirəm Əbdürrəhmanı görəm. Əbdürrəhman Xeybəri hardadır? Əbdürrəhman Xeybəri Əhl-i Beytin düşmənlərindən idi. Nasibi idi. İmamları qəbul eləmirdi və imamlara kim bəsləyirdi. Deyirlər, əşi, neynisən onu? Deyir, çağırın bu məktubu oxusun. Deyir, ağa, məktubda yazılanlar əvvəla sirdir. İkincisi də ki, bunu çox şiyələr oxuyub şəkk eləyər. 40 gündən sonra öləcəksən, gülərlər sənə. Bunu çox şiyələr şəkk eləyər. O ki, qalmışdı, Əbdürrəhman Xeybəri bunu oxusun. Dedi, yox, o mənlə dostluğu var. Görə bunlar Əhl-i Beytin səfirləri, nümayəndələr nə qədər insanların hidayət olması üçün can yandırıblar. Ürək yandırıblar. Hətta Nasibiyə, qardaşlarım, hətta Nasibiyə. O ki, qalmışdı cəmiyyətimizdə yolunu azanlara. Dedi, çağırırlar Əbdürrəhmanı. İstəyirəm, deyir, o hidayət olsun. Əbdürrəhman gəldi. Əbdürrəhmana dedi ki,
Əbdülrəhman, aç məktubu oxu. Mövlamdan məktub gəlib. Əbdülrəhman güldü, deyir, sən yenə də. Aç məktubu oxu. Açdı məktubu oxu. Bu cümləyə rast gəldi ki, 40 gündən sonra məktub əlinə çatandan sonra dünyanı dəyişəcəksən. Deyir, var, məktubu bağladı, atdı, qayıtdı ki, ağsaqqal kişisən, savadlı adamsan. Bunu hamısı alimi tanıyırdı. Qasım ibn Əla alim adam, şəri məsələləri, şəriəti bundan öyrənir. Sən deyir, avam adam olma. Bu nə sözdür? 40 gün sonra dünyanı dəyişəcəksən. Sən savadlı adamsan, avam sözlər danışma. Başladı Qurandan ayə oxumağa. Loğman surəsi, sabah kimin başına nə gələrsə, harda ölərsə onu heç kəs bilə bilməz. Cin surəsi, Allah Taala qeybi biləndir. Heç kəsə izhar etməz. Deyir ki, Qasım bunu eşitdi, bilirdim inkar edəcəksən. Güldü. Sonra Qasım dedi, ayənin ardını oxu. Niyə ayənin ardını oxumursan? Bizim bugünümüzdə bəzi olanlar var belə. Bir dənə ayəni götürdü, ayə belə yazıb, filan şey olmaz. Ayənin ardını oxu. Allah Taala deyir, qeybi heç kəs bilməz, razı qaldığı peyğəmbərlərdən başqa. Mənim Mövlamda. O şəxslərdəndir ki, Allah ondan razıdır. Ona öz qeybini bildirir. Deyir, onun xahişim var. Bu günləri məktub çatan gündür. Bu günü qeyd elə. 40 gündən sonra əgər mən dünyamı dəyişməsəm, sən yolunu azaltdı. Amma 40 gündən sonra əgər mənim başıma bir iş gəlsə, mən dünyamı dəyişsəm, özünə ürək yandır, özünə biçarə qıl. Əbdülrəhman deyir, ayrıldı, getdi. Ayrılandan sonra həmin gündür qeyd elədi Əbdülrəhman. Bu gündən başlayıram hesablamağı görərsiniz. Çıxdı, getdi. Və 9-cu gün çatdı, dedilər ki, Qasım xəstələnib. Qasım xəstələnib, cəmaət hamısı yığışdı başına. Qasımda qızma var. O qədər qızma var, o qədər əsir, tir və qızması qalxıb ki, cəmaət ona deyir, gəlib baxıb ağlayırdı. Qasım deyir, danışa bilmir, Qasım hərəkət edə bilmir. Qasımı qızma götürüb başdan ayağa hamısı, cəmaət deyir ki, Qasım ölür. Gördülər ki, Qasım özü durdu ayağa, əllərini qoydu arxaya, düz əyləşdi. Öz yatağında, özünü söykədi. Başladı deməyə. Ya Muhammed. Ya Ali, ya Həsən, ya Hüseyn. İmamları bir saydı, dedi ki, siz mənim Allah yanında şəfaatçilərimsiniz. Allahın qapısına təvəssül edirəm sizə. Bunları dedi. İkinci dəfə də dedi. Üçüncü dəfə də imamların adını çəkəndə 7-ci imamımız zindanda, həbsdə dünyasını dəyişən şəhid İmam Musa Kazım əleyhissalamın adını çatdığı Allah imamlarımızın hörmətinə, İmam Musa Kazımın hörmətinə həbsdə olan qardaşlarımızı azad eləsin. Amin. Çatdı, deyir, bir də gördü 7-ci imamın adını çəkəndə kiprikləri başladı tərpənməyə. Göz qapağı qalxdı, gözündən sarı rəngdə su gəldi, gözü açıldı. Birinci sağa baxan dedi, oğlum Həsən, yaxın gəl, qucaqlayır. Sən filan kəs deyilsən, 40 ilə yaxın keçib. Bir insanlara ad çəkdi. Xəbər şəhərdə yayıldı. Qasım 30 neçə il keçəndən sonra 40 ilə yaxın gözü açılıb. Cəmaət bir gəlirdi. Əhli sünnə qardaşlarımızdır, eşitdi. Şəhərdə əhli sünnə var idi. Onlar da gəlirdilər. Baş çəkirdilər. Qasım, ağsaqqal kişidir, gözü açılıb, kör kişi, nə oldu? Şəhərin qazısı gördü ki, o cəmaət arasına görə bu təhqiq olunur, araşdırırlar. Şəhərin qazısı gəldi. Şəhərdə qazıdır da, hakimdir. Qasımın yanına daxil oldu, hələ heç kəs ona işarə eləməmiş. Birinci əlin apardı onun gözünün qabağında. Əlində nə var? Əlində üzüyü var. Qaşı da firuzədəndir. Üstündə 3 dənə də cümlə yazılıb. Qazı təsdiqlədi ki, yalan deyil. Bu kişinin gözləri açılıb. 40 gün tamam oldu. Qasım axırıncı gün yaxınlarını çağırdı. Oğlunu çağırdı, Həsən. Onun üçün dua elədi. Ona bəzi vəsiyyətləri nədir? Qasımın atası çox səxavətli kişi olub. Öz tarlasını İmam Zaman ağaya vəqf edib. Qasım da öz var dövlətini İmam Zaman ağaya tən yarıdan bölürdü. Oğluna da dedi, öz ehtiyaclarını götürəndən sonra qalan yarısı İmam Zamanın payıdır. İmam Zaman şərikdir bu torpaqlarda, bu var dövlətdə. Qəbul edirsən ya yox? Atacan qəbul edirəm. Qasım övladı üçün dua elədi, duasında gör nə dedi. Duasında oğluna dua eləyəndə belə bir dua elədi ki, İlahi,
Bir salavat zikr eləyin. Dua elədi və dedi ki, əlin qaldırdı. Fərafa'al Qasim yadahu iləs-səma. Əlin qaldırdı göyə. Allahumma əlhimil həsənə ta'atək və cənnibhu məsiyyətək. Duaya bax. İlahi, oğlum Həsənə sənə itaat edib söz və qulaq asmağı ilham elə. Onu günahdan uzaq elə. Alimlər deyir ki, bu duanı övladları üçün eləyin. Niyə? Deyir, Qasım dünyasını dəyişəndən sonra İmam Zaman ağanın başsağlığı məktubu gəldi. Düz o başsağlığı məktubda oğluna demişdi, sənə atanın dünyasını dəyişmə münasibətilə başsağlığı verir. Sonra demişdi, sən üçün bu duanı eləm. Həmin atasını deyir, İlahi, Həsənə öz itaatini ilham elə, günahdan onu uzaq elə. Düz atasının duasını İmam Zaman ona məktubda yazmışdı, 3-cü qeyd. Bəziləri hətta deyirlər ki, atasından sonra İmam Zaman ağanın həmin məntəqədə, Aran bölgəsində, Azərbaycanda Qasımın oğlu Həsən nümayəndə oldu. Qasım dünyasını dəyişdi. Vəsiyyətini elədi. Ondan sonra Qasımın özünün böyük bir təşhid cənazəsi oldu. Camaat hamısı gəlib dəfində iştirak edirdilər. Gördülər, bu nasibi də düşüb cənazənin qabağında. Əhl-i Beyti düşmən Əbdürrəhman Xeybəri. Onun kimi özünü öldürüb başına, üzünə, gözünə döyən yoxdur. Vay seyyidam, vay ağam getdi. Dedilər, sən ki, Əhl-i Beyti sevənlərdir. Elə bu kişilə mübahisə eləyərdin, imamlar haqdır, nahaqdır, bu sözlərdən. O da deyə bilmirdi ki, bu kişi İmam Zaman ağanın nümayəndəsi idi. Nə siz tanıyırsınız, nə mən. Bir dənə bu cümləni dedi ki, elə şey var ki, mən onu sizə deyə bilmərəm. Siz mən bildiyimi bilmirsiniz. Axıra qədər deyir, cənazana belə apardılar, dünyasını dəyişdi. Qardaşlarım, Qasım həm bizim fəxrimizdir, iftixarımızdır. Onun yaşayışı, ölməyi, sonda İmam Zaman ağanın göndərdiyi kəfənə bükülməyi, 40 gündə İmam Zaman ağanın dediyi kimi dünyasını dəyişməyi bizlərə də onu göstərir ki, bu günləri bizim də ləyaqətimiz olsa, biz də pak, təmiz, qeyrətli, şücaətli yaşasaq, halalımıza fikir versək, malımızı İmam Zamanla bölüşsək, kasıblarla bölüşsək, İmam Zaman ağa bizi yaddan çıxartmaz. Ona görə Allahdan arzumuz budur ki, Allah and verək Peyğəmbər və onun pak Əhl-i Beytinə, Allah and verək Kərbəla şəhidlərinə, Allah and verək ağamız, mövlamız İmam Zaman ağanın hörmətinə, Pərverdigara, bizlərə də Qasım kimi aqibəti xeyr olmağı nəsib elə. İlah Pərverdigara İmam Zaman ağanın zuhurunu təcil elə.